Salam müəllimlər, axşamınız xeyir olsun. Bugün sizlərlə mövzu 8, enerjinin saxlanma qanunu mövzusuna aid olan testlərin izahına baxacağıq. Beləliklə, vaxt itirmədən keçən sualların izahına. Deməli, birinci sualda bizə deyir ki, yayın potensial enerjisi nədən asılıdır? Deməli, biz bilirik ki, yayın potensial enerjisinin düsturları Y potensial bərabərdir K x kvadratı bölü 2, sonra f kvadratı bölünsün 2k. Buradan gördüğümüz kimi yayın potensial enerjisi yayın uzanmasından, sonra yayın sərtliyindən, həmçinin yaya tətbiq olunan qüvvədən asılıdır. Onun üçün hər üç variant doğru olacaq. 2 nömrəli sualımız deyir ki, çəkisi nəzərə alınmayan blokla qurulan şəkildəki sistemdə 1 kiloqram və 5 kiloqram kütləli cisimlər yay vasitəsilə tarazlıqdadır. Buna əsasən yayın potensial enerjisinin neçə joule olduğunu hesablayın. Deməli, müəllimlər, gördüyümüz kimi burada bizə sərtlik verib, cisimlərin kütləsini verib. Onda biz yayın potensial enerjisini Y potensial bərabərdir F kvadratı bölünsün 2K düsturuna görə təyin edə bilərik. Burada F mg'yə bərabərdir. F bərabərdir mg yaza bilərik. Gəlin mg'ni hesablayaq. Gördüyümüz kimi 5 kiloqram və 1 kiloqram var. Cəmi 6 kiloqramdır. Onda ağırlığı olacaq 60 newton. Deməli, F'imiz 60'dır. Onda yazıram. 60'ın kvadratı, yəni 60 vur 60 bölünsün. 2 vurulsun. Sərtliyin də qiymətini bizə 300 verib. Deməli, sıfırları ixtisar elədim. 2 vuruş 6'nın birini ixtisar elədim. Buradan gördüyümüz kimi yayın potensial enerjisi 6 joule bərabər olacaqdır. Doğru cavabımız A variantı. Üçüncü sual. K və L cisimlərinin potensial enerjilərinin yerdən olan hündürlükdən asılılıq qrafiki verilib. Qrafik əsasən cisimlərin kütlələrinin MK böl ML nisbətini tapın. Bildiyimiz kimi cismin potensial enerjisi Y potensial bərabərdir MGH-dır. Gəlin biri bu düsturu bir K üçün, bir də L üçün yazaq. K üçün yazsam, yazacağım ki YK bərabərdir. Deməli, MK vurulsun J vurulsun vurulsun HK yazaram. Bunu L üçün yazsaq, YL bərabərdir M deməli L vurulsun J vurulsun HL. Deməli, gəlin biz bu ifadələri tərəf-tərəfə böləyin. Tərəf-tərəfə böləndə bu J'lər buradan ixtisar gedir. Deməli, K üçün nə edə bilərəm? Məsələn, bu qiyməti götürürəm. K üçün gördüyümüz kimi burada potensial enerjinin qiyməti 20 joule-dur. Yazıram 20 bölünsün. L nöqtəsi üçün, bax, L üçün buranı götürürəm. Burada uyğun potensial enerjinin qiyməti 40-dır. Bərabərdir. MK vurulsun. K üçün, baxın, mən bu nöqtəni götürmüşdüm. Onda bura uyğun hündürlük deməli 3'dür. Vurulsun 3 bölünsün. L üçün isə baxın bu nöqtəni götürmüşdük. Burada uyğun hündürlük 2 metrdir. Burada yazacağıq ki ML vurulsun 2. Deməli, müəllimlər, buradan hesablama aparsaq, deməli, bura 2'də 1'i verir bizə. Deməli, buradan olur 2'də 1 bərabərdir 3 MK bölünsün 2 ML. Buradan 2'ləri ixtisar edə bilərik. Buradan alınır ki ML deməli nəyə bərabərdir? 3 MK-ya bərabərdir. Bizdən də MK böl ML nisbətini soruşur. Onda MK bölünsün ML bərabərdir. MK yerində qalsın. ML-in yerinə də gətirib 3 MK yazıram. Buradan MK-lar ixtisar gedir. Nisbət bizə 3'də 1'i vermiş olur. Doğru cavabımız D variantı. 4 nömrəli sual. Deyir ki, yerdən müəyyən hündürlükdə olan deməli A nöqtəsindən 50 joule kinetik enerjiyə ilə şaquli yuxarıya doğru atılan cisim yerdən hər hansı bir B hündürlüyündəki nöqtəyə 110 joule-luq kinetik enerji ilə gəlib çatır. Həmin nöqtədə potensial enerji 60 joule olarsa, buna əsasən cismin A nöqtəsindəki potensial enerjisinin neçə joule olduğunu hesablayın. Deməli, müəllimlər, bunu gəlin belə düşünəyin. Boş hissədə yazın. Deməli, yerdən, deməli bu yer olsun.
Deməli, yerdən bir cisim müəyyən bir sürətlə atılır və bunun atılan anda deməli, kinetik enerjisi, başlanğıc kinetik enerjisi. Deməli, nə qədərdir? 50 jouldur. Bura bir A nöqtəsi deyirəm. İndi deyir ki, bu cisim yuxarı doğru atılan bu cisim yerdən hər hansı bir B hündürlüyündə, tutaq ki, bu atıldı yuxarı, hər hansı bir yerdən bir B hündürlüyündə, yəni müəyyən bir B hündürlüyündəki, baxın, buradakı bir nöqtədə, deməli, bunun kinetik enerjisi olur 110 joule və deyir ki, həmin nöqtədə də bunun potensial enerjisi olur 60 joule. Onda gəlin, burada, məsələn, bu B nöqtəsi üçün mən tam enerjini tapa bilərəm də, düzdürmü? Deməli, B nöqtəsi üçün tam enerjini taparam ki, kinetiklə potensialın cəmidir, yəni 110 üstəgəl 60-dan 170 jouldur. Və bilirik ki, tam enerji dəyişmir. Bunun B nöqtəsindəki tam enerjisi nədirsə, avtomatik olaraq A nöqtəsində də tam enerjisi elə 170 joula bərabər olmalıdır. Yaxşı, bu A nöqtəsində bunun deməli, tam enerjisi 170 jouldursa, bunun 50 joulu kinetik enerjisidirsə, onda A nöqtəsi üçün potensial enerjini biz tapmaq üçün nə edərik? Bu tam enerjidən 170-dən deməli, atılan andakı kinetik enerjisini çıxarıq. Bu da bizə A nöqtəsindəki potensial enerjini verər ki, 120 jouldur. Doğru cavabımız C variantı. Növbəti 5-ci sualımız deyir ki, tarazlıq vəziyyətində olan 5 kiloqram kütləli cisim daxili partlama nəticəsində 2 kiloqram və 3 kiloqramlıq A və B hissələrinə ayrılır. Partlama sonrasında A hissəsinin kinetik enerjisi, gəlin buradan qeyd eləyək, A hissəsinin kinetik enerjisi 48 joule olduğuna görə B hissəsinin kinetik enerjisi nəyə bərabər olar? Deməli, müəllimlər, burada impulsun saxlanma qanunu ödənməlidir. Yəni, partlamadan öncəki impuls partlamadan sonraki impulsa bərabər olmalıdır. Düzdürmü? İndi, yəni müəllimlər, burada impuls nə etməlidir? Sabit qalmalıdır. Onda biz avtomatik olaraq kinetik enerjinin hansı düsturundan getməliyik? P kvadratı bölünsün 2M düsturu ilə getməliyik. Burada impuls nə eləmir dedik? Dəyişmir. Onda gördüyümüz kimi kinetik enerji cisimlərin kütləsindən tərs mütənasib şəkildə asılıdır. Onda A və B cisimləri üçün asıllıq qursaq, yazarıq ki, A hissəsinin kinetik enerjisi bölünsün, B hissəsinin kinetik enerjisi bərabərdir. B cisminin kütləsi bölünsün, A cisminin kütləsi. Buradan hesablama aparsaq, bizə A deməli cisminin kinetik enerjisini verir ki, bu 48'dir, bölünsün. B hissəsinin kinetik enerjisini soruşur, bərabərdir. B cisminin kütləsi 3'dür, A cisminin kütləsi 2'dir. 48 ilə 3 ixtisar gedir, burada qalır 16. Onda B hissəsinin kinetik enerjisi olacaq 16 vurulsun 2'dən 32 joule. Doğru cavabımız B variantı. 6 nömrəli sual. Şəkildəki kimi K nöqtəsindən 12 metr bölü saniyə sürətlə atılan cisim L nöqtəsindən neçə metr bölü saniyə sürətlə keçər? Deməli, müəllimlər, burada enerjinin saxlanma qanunu tətbiq etməliyik biz. Deməli, necə tətbiq eləyərik? Fikir verirsinizsə, burada əvvəl bunun nəyi var? Əvvəl bunun sadəcə sürəti olduğuna görə kinetik enerjisi var, potensial enerjisi yoxdur. Yəni, avtomatik artıq bilirsiniz də enerjinin saxlama qanunu necə təyin olunur. Yəni, K nöqtəsindəki tam enerji L nöqtəsindəki tam enerjiyə bərabər olmalıdır. Başlanğıcda da bunun tam enerjisi elə kinetik enerjisindən ibarətdir. Ona görə mən buna mv0 kvadratı bölü 2 deyirəm. Bərabərdir. Bu cisim gəlib L nöqtəsinə çatanda, çünki burada müəyyən bir sürəti var ki, bizdən bunu soruşur. Burada bir V qədər sürəti olduğuna görə bir mv kvadratı bölü 2 qədər kinetiki var. Plus da bu cisim artıq yerdən müəyyən bir hündürlükdə olduğuna görə burada bir bunun nəyi var? Potensial enerjisi də var, mgh qədər. Artıq buradan qiymətləri yerinə qoyub hesablaya bilərik. Bax, buradan hər tərəfdən m'lər ixtisar gedir. Alıram ki, V0 kvadratı bölü 2 bərabərdir.
V kvadratı bölü 2 üzərinə gəlinsin JH. Buradan hesablamamızı artıq apara bilərik. V0 12'dir. 12'nin kvadratı 144. 2'ye böldüm 72 bərabərdir. V kvadratı bölü 2 üzərinə gəlinsin. J10. H isə 4'dür. Buradan biz alırıq ki V kvadratı bölü 2 bərabərdir. 72 çıxılsın 40'dan 32. Buradan V kvadratı bərabərdir 64. V də nə olacaq? 8 metr bölünsün saniyə olacaq. Demək bu cisim L nöqtəsində artıq sürəti 8 metr bölü saniyə olacaqdır. Doğru cavabımız Y variantı. 7 nömrəli sual deyir ki, kütləsi 3 kiloqram olan cisim K nöqtəsindən 40 metr bölü saniyə sürətlə atıldığı zaman şəkildəki trayektoriya üzrə hərəkət edərək deməli nə edir? Sərtliyi 400 Newton bölü metr olan yayı neçə metr sıxar? Sürtünmə qüvvəsinə nəzərə alınmır. Yenə də müəllimlər burada nə etməliyik? Enerjinin saxlanma qanunu tətbiq etməliyik. Bu cismin başlanğıcdakı sürəti 40 metr bölü saniyədir. Yəni buradakı tam enerjisi elə kinetik enerjidən ibarətdir. Ona görə mən bura mv0 kvadratı bölü 2 yazıram. Bərabərdir. Digər tərəfdən artıq bu cisim gəlib bura çatanda nə baş verəcək? Həm bu cisim müəyyən bir yerdən hündürlükdə olduğuna görə bunun bir mgh qədər potensial enerjisi olacaq. Plus da gəlib bu cisim bura çatanda yayı nə edəcək? Sıxacaq. Yayı sıxanda da avtomatik buradakı kinetik enerjisi çevriləcək yayın potensial enerjisinə. Yəni burada bir kx kvadratı bölü 2 qədər potensial enerjisi yaranacaqdır. Onda qiymətləri yerinə yaza bilərik ki 3 vurulsun. Başlanğıc sürət 40'dır. Kvadratı 1600 bölünsün 2 bərabərdir. M'imiz yenə 3, J10, H'ımız 20'dir. Üzərinə gəlinsin. Deməli buradan K 400'dür. 400'ü də buradakı 2'ye bölsəm 200 x kvadratı olacaqdır. Buradan da bununla bu ixtisar gedir. 800 qalır. 800'ü də 3'ə vuranda deməli burada olacaq 2400 bərabərdir. 3'ü 10'a vurdum 30, 20'ye vuranda 600 üzərinə gəlinsin 200 x kvadrat. Buradan da alırıq ki 200 x kvadratı bərabərdir. 2400'dən 600 çıxanda bizə verəcək 1800'ü. Buradan x kvadratı bərabər olacaq 9'a. X da buradan olacaq 3 metr. Deməli bunu nə qədər sıxar? 3 metr sıxar. Doğru cavabımız A variantı. 8 nömrəli sual deyir ki, çəkiləri nəzərə alınmayan bloklarla qurulan sistemdə K-nın yerə görə potensial enerjisinin L-in yerə görə potensial enerjisi olan YK bölü YL nisbətini tapın. Deməli bizə fikir verirsinizsə burada M1 cisminin kütləsini M verib. Deməli bu M-dirsə bunun aşağı doğru ağırlığı nə qədərdir? MG-yə qədərdir. Onda burada da yaranan ipdə yaranan gərilmə qüvvəsi olacaq MG. Eyni ipdə eyni qədər gərilmə olduğuna görə burada MG-dir. Avtomatik olaraq burada MG-dir. İndi bu bloka fikir verirsinizsə bunu yuxarı doğru tarazda saxlayan bu blokun 2 dənə ipidir. Yəni hər ipdə də MG qədər gərilmə qüvvəsi olduğuna görə yuxarı 2 MG-dir. Tarazlıq yaranması üçün bu ipdə də gərilmə qüvvəsi 2 MG olacaq. M2 kütləli cismin də aşağı doğru ağırlığı M2J-dir. Tarazlıq şərtini yazsaq, bu M2 kütləli cismə baxanda görürəm ki, M2 kütləli cismə aşağı doğru M2J, yuxarı doğru isə 2MJ təsir edir. Buradan J'ləri gedir. Deməli, ikinci cismin kütləsi isə 2M-ə bərabərdir. Bunu da artıq təyin edəndən sonra biz nə edə bilərik? Potensial enerjinin düsturunu yaza bilərik. Potensial enerjinin düsturu, yəni cismin potensial enerjisinin düsturu MGH-a bərabərdir. Buradan nə edə bilərik? Gəlin ilk öncə biz bunu K cismi üçün yazaq potensial enerjini. YK bərabərdir. K cisminin kütləsi deməli aldıq ki 2M'dir. Vurulsun J, vurulsun. K cisminin fikir verirsə yerdən olan hündürlüyü 3H-a bərabərdir. Vurulsun 3H. Avtomatik biz bu düsturu L cismi üçün yazsaq, YL bərabərdir. L cisminin kütləsi M idi. Vurulsun J, vurulsun. M1 cisminin, yəni L cisminin yerdə olan hündürlüyü isə cəmi 5H-a bərabərdir. Vurulsun 5H. Bizdən də bunların nisbətini soruşur. Deməli, buradan MGH-lar ixtisar gedər.
Alırıq ki, YK-nın Y ilə nisbəti bərabərdir 6-nın 5-ə nisbətinə. Bu da bizə 1,2-ni verəcək. Doğru cavabımız D variantı. 9 nömrəli sual. Radiusu 3 metr olan çevrə üzrə bərabər sürətlə hərəkət edən cismə 24 Newton mərkəzə qaçma qüvvəsi təsir edir. Bu cismin kinetik enerjisini hesablan. Deməli, bizdə nə var? Əlimizdə radiusun qiyməti var 3 metr. Mərkəzə qaçma qüvvəsinin qiyməti var 24 Newton. Bizdən cismin kinetik enerjisini soruşur. Deməli, müəllimlər, bu düsturu necə çıxara bilərik? Məsələn, belə eləyərik. F bərabərdir M-a yazaram. A-nın da yerinə çevrə üzrə hərəkət olduğuna görə M vurulsun V kvadratı bölünsün R yazaram. Gəlin bu ifadəni sürət və məxrəcini 2-yə vuraq. Məsələn, buranı da 2-yə vururam. Buranı da 2-yə vururam. Avtomatik burada bizə MV kvadratı bölünsün 2 nəyə verəcək? Kinetik enerjini verəcək. Bunun yerinə Y kinetik yazsam, biz buradan mərkəzə qaçma qüvvəsi üçün deməli 2Y kinetik bölünsün R düsturunu almış oluruq. Bizdən isə kinetik enerjini soruşur. Buradan kinetik enerjini təyin etsək, F mərkəzə qaçma vurulsun R bölünsün 2 olacaqdır. Verilən qiymətləri yerinə nəzərə alaq. Deməli, mərkəzə qaçma qüvvəsi 24, radiusumuz deməli buradan 3 bölünsün 2. 24 2-yə böldüm 12, 3-ə də vuranda 36 joule olacaq. Doğru cavabımız D variantı. 10 nömrəli sual. Kütləsi 2 kiloqram olan cismin yer dəyişməsinin proyeksiyasının zamanına asılı qrafik verilmişdir. Cismin ilk 4 saniyə ərzində kinetik enerjinin dəyişməsini soruşur. Baxıram ki, ST ilə düz asılıdır. Deməli, bu nə vaxt ola bilər? S bərabərdir VT düsturuna görə S o zaman T ilə düz mütənasib olar ki, V sabit qalsın. Deməli, bu necə hərəkətdir? Düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli hərəkətdə sürət dəyişmədiyinə görə kinetik enerji də dəyişmir. Kinetik enerji dəyişmirsə, avtomatik olaraq kinetik enerjinin dəyişməsi sıfıra bərabər olacaq. Çünki kinetik enerjinin dəyişməsi son kinetik enerji çıxılsın başlanğıc kinetik enerjidir. Kinetik enerji dəyişmirsə, bunlar bərabərdirsə, onda dəyişməsi bizə, fərqi bizə 0 verəcəkdir. Doğru cavabımız Y variantı. 11 nömrəli sual. Cisimlər arasındakı sürtünmə qüvvələrinin nəzərə alınmadığı qapalı sistemdə potensial enerjinin kinetik enerjiden asılılıq qrafiki verilib. C nöqtəsinə uyğun potensial enerjinin bizdən hesablamanı soruşur. Baxın, bu nöqtə tam enerjinin qiymətinə uyğundur. Gördüyümüz kimi burada tam enerjinin qiyməti 100 jouldur. Gördüyümüz kimi burada C nöqtəsinə uyğun kinetik enerjini nə qədər verib? Bizə 40 joule olaraq verib. Bizdən C nöqtəsinə uyğun potensial enerjini soruşur. Biz də bilirik ki, tam enerji kinetik enerji ilə potensial enerjinin cəmidir. Y tam bərabərdir. Y kinetik üzərinə gəlsin Y potensial. Biz buradan Y potensialı təyin etsək, tam enerjidən kinetik enerjini çıxırıq. Yəni, tam enerjimiz 100, çıxılsın kinetik enerjimiz 40. Onda C nöqtəsinə uyğun potensial enerji 60 joule bərabər olacaqdır. Doğru cavabımız A variantı. 12 nömrəli sual. Cismin yer dəyişməsinin proyeksiyasının zamana asılı qrafiki şəkildəki kimidir? Hansı zaman aralıqlarında cismin kinetik enerjisi azalmışdır? Cismin kinetik enerjisi azalıbsa, deməli sürəti azalıb. Sürət azalırsa, hərəkət bərabər yavaşlayan hərəkətdir. Yəni, bir növ biz bərabər yavaşlayan hərəkət axtarırıq. Birinci hissə ST ilə düz asılırsa, düz xətti bərabər sürətli hərəkətdir. İkinci hissəni biz sıfıra sürüşdürsək, görürük ki, bu x ox istiqamətində yeyinləşir. Amma üçüncü hissəni biz, baxın, bu şəkildə sıfıra sürüşdürəndə görürük ki, bu x ox istiqamətində yavaşlayır. Dördüncü hissəni olduğu kimi gətirib sıfıra sürüşdürəndə görürük ki, x oxun əksinə yeyinləşir. Deməli, yavaşlayan hissə har oldu? Yalnız 3 hissəsi oldu. 13 nömrəli sual. Yer səthindən müəyyən hündürlükdən sərbəst düşən 4 kiloqram kütləli cismin potensial enerjisinin kinetik enerjisinin asılılıq qrafiki verilib. Qrafikin A nöqtəsinə uyğun cismin yer səthindən olan hündürlüyünü hesablayın. Gördüyümüz kimi, dediyim kimi, bura tam enerjinin qiymətinə uyğundur. Gördüyümüz kimi, burada tam enerjinin qiyməti 800 jouldur. Və A nöqtəsinə uyğun kinetik enerjinin qiymətini bizə verib, deməli 600 joule. Gəlin onda C nöqtə, bu A nöqtəsinə uyğun potensial enerjini tapaq. Potensial enerjini tapmaq üçün biz tam enerjidən kinetiki çıxmalıyıq. Yəni 800-dən 600-ü çıxırıq. Demək, potensial enerji olacaqdır 200 joule.
Deməli, potensial enerjinin də düsturu Y potensial bərabərdir mg h-dır. Biz buradan h-ı təyin eləsək, Y potensial bölünsün mg olacaqdır. Potensial enerjinin qiyməti 200 idi. Bölünsün kütləmiz 4'dür, J də 10'dur. Buradan da nə alırıq? 5 metr alırıq. Doğru cavabımız B variantı. 14 nömrəli sual. Sürəti 4 metr böl saniyə, kütləsi 4 kiloqram olan kürə üfüqi müstəvidə diyirlənərək sərtliyi 400 Newton bölü metr olan elastik yayı maksimal nə qədər sıxa bilər? Düşünün ki, burada bir kürəmiz var. Baxın, burada bir kürəmiz var. Bu kürənin kütləsi 4 kiloqramdır və başlanğıc sürəti də V0 bərabərdir 4 metr bölünsün saniyədir. Tutaq ki, bu kürə gəlir. Burada bir yay qoyulub. Tutaq ki, buradakı yayı nə edir? Sıxır. Tutaq ki, bax, bu kürə gəldi və gəlib bura dəyərək yayı nə edəcək? Sıxacaq. Burada indi biz enerjinin saxlanma qanunu tətbiq eləsək, burada cismin başlanğıcda yalnız kinetiki var, potensialı yoxdur. Ona görə başlanğıc kinetik enerjisi mv0 kvadratı bölü 2'dir. Bu gəlir, burada nə edir? Gəlir, bu kürə yayın bu hissəsinə dəyərək başlayır yayı sıxmağa. Yayı sıxır və burada bir anlıq dayanır, sürəti 0 olur. Əvəzində kinetik enerjisi burada kürə yayı sıxdığına görə yayın potensial enerjisinə çevrilir. Yəni kx kvadratı bölü 2'yə. Buradan 2'lər ixtisar gedir. Buradan olur ki, mv0 kvadratı bərabərdir. Deməli, kx kvadratına. Nə qədər sıxa bilər deyir. Bizdən x-i soruşur. Buradan x-i tapanda olacaqdır. Kökün altında mv0 kvadratı bölünsün k. Hesablamamızı aparaq. Kökün altında kütləmiz 4'dür. Vurulsun sürət 4 kvadratı 16 bölünsün k da nə qədərdir? 400'dür. Buradan 400'dən 4'ü ixtisar eləyəndə burada 100 qalır. 16'dan 4 bölünsün 10 çıxır. Bunu da santimetrlə ifadə eləmək üçün 100'ə vururam. Olacaqdır 40 santimetr. Doğru cavabımız C variantı. 15 nömrəli sual. Deyir ki, yer səthindən 40 metr böl saniyə başlanğıc sürətlə şaquli yuxarı atılan 2 kiloqram kütləli cismin 4 saniyə anındakı kinetik enerjisini hesabla. Deməli, bu cisim 40-la başlanğıc sürətlə şaquli yuxarı atılıb. Görəyin, bu cisim qalxma müddəti nə qədərdir? T qalxma bərabərdir. Şaquli yuxarı atılmış hərəkətdə V0 bölünsün J üstündən tapılır. Bu cisim 40-la atılıb. J'nin qiyməti də 10'dur. Deməli, 4 saniyə. Deməli, bu cismin qalxma müddəti 4 saniyədir. Bizdən də 4 saniyə anındakı kinetiki soruşur. Demək, qalxma müddəti nədir? Qalxma müddəti, bax, buradan göstərək, cismin maksimal hündürlüyə qalxma müddətidir. Sanki yer səthindən bir cismi 40 metr bölünsün saniyə sürətlə yuxarı atmışsınız. Bu cisim qalxır. 4 saniyəyə hara çatır? Maksimal hündürlüyə çatır. Baxın, yerdən maksimal hündürlüyə çatır. Və maksimal hündürlükdə demişik ki, sürətin qiyməti nədir? 0'dır. Sürəti 0'dırsa avtomatik olaraq kinetik enerjisi 0 olacaq. Bizdən də elə 4 saniyə zaman anda soruşurdu. Elə bunun kinetik enerjisi 0'a bərabər olacaqdır. 16 nömrəli sual. Verilmiş sərtlikli yayın potensial enerjisinin ondan asılmış cismin kütləsinin asılıq qrafikini müəyyən edin. Deməli, biz potensial enerjinin burada F kvadratı bölünsün 2K düsturu ilə gedirik. F mg'dir, onda olacaq bu m kvadratı j kvadratı bölünsün 2K. Verilmiş sərtlikli o deməkdir ki, bunun sərtliyi dəyişmir. Onda potensial enerji kütlə ilə düz kvadratik şəkildə asılıdır. Daha sonra növbəti sualımız 17 nömrəli sual. Gedilən yolun zamandan asılılıq qrafikinə əsasən 2 kiloqram kütlə cismin kinetik enerjisinin zamandan asılılıq qrafiki hansıdır? Baxıram ki, yer dəyişmə, yəni yol zamanla düz asılıdır. Onda bu düz xətli bərabər sürətli hərəkətdir. Düz xətli bərabər sürətli hərəkətdə sürət dəyişmədiyinə görə bunun kinetik enerjisi nə eləmir? Dəyişmir. Deməli, kinetik enerjisi bunun dəyişməməlidir. Ya A-dır, ya Y-dir. Gəlin qiymətini də təyin eləyək. Kinetik enerjinin düsturu Y kinetik bərabərdir. mv kvadratı bölünsün 2'dir. Buradan kütlənin qiyməti 2 idi. Vurulsun sürəti təyin edənin V bərabərdir S bölünsün T'dən. Bunun
Yol getdi, yol 30, keçən zaman 5-dir, onda sürət 6 metr/saniyədir. Gətirib yazıram 6-nın kvadratı 36 bölünsün 2. 2-lər gedir, qalır nə? 36 joule. Deməli, kinetik enerjisi 36 joule-dur və dəyişmir. Doğru cavab A variantı. 18 nömrəli sual deyir ki, blokun köməyi ilə bərabər sürətlə qaldırılan yükün kinetik enerjisi, fikir verək, bizə yükün kinetik enerjisini verib ki, bu deyir 200 joule-dur. Yükün impulsu P yük bərabərdir 500 kilogram vur metr bölünsün saniyədir. İpin sərbəst ucu hansı sürətlə yuxarı qalxır? Fikir versinizsə ipindir. Deməli bizdən nəyi soruşur? İpin sürətini soruşur. Baxıram ki, bu tərpənən blokdur. Tərpənən blok 2 dəfə qazanc verir. Ona görə tərpənən blok 2 dəfə qazanc verdiyinə görə ipin sürəti yükün sürətindən 2 dəfə çoxdur. Deməli belə çıxır ki, biz yükün sürətini bilsək, ipin sürətini tapa bilərik. Bunu da necə tapa bilərəm? Bunu da belə tapa bilərəm ki, bildiyimiz kimi kinetik enerjinin belə bir düsturu var. Y kinetik bərabərdir PV bölünsün 2. İndi bizə yükün kinetik enerjisini, yükün impulsunu verdiyinə görə mən bu ifadəni belə yaza bilərəm. Y yük bərabərdir P yük vurulsun V yük bölünsün 2. Gəlin buradan müəllimlər biz yükün sürətini təyin eləyək. Yükün sürətini tapmış olsaq olacaqdır V yük bərabərdir. Deməli 2Y yük 2Y yük bölünsün P yük. Bu da bərabərdir 2 vurulsun yükün kinetik enerjisi 200'dür bölünsün deməli yükün impulsu 500'dür. Buradan 2 vur 2 4 5'e de böləndə alırıq 0.8 metr bölünsün saniyə. Yükün sürəti 0.8 metr bölü saniyədirsə ipin sürəti yükün sürətindən 2 dəfə çox. Yəni 2 vurulsun 0.8-dən 1.6 metr bölünsün saniyə alacağıq. Doğru cavabımız D variantı. Deməli növbəti sual 19 nömrəli sual. Cismi deyir ki 60 metr bölü saniyə sürətlə şaquli yuxarı atdılar. Hansı hündürlükdə cismin kinetik enerjisi potensial enerjisindən 4 dəfə çox olar? Deməli müəllimlər bu məsələnin həlli üçün bir yol deyim sizə. Kinetik enerjinin potensial enerjiyə nisbəti bərabərdir. Böyük H bölünsün kiçik H çıxılsın 1 düsturu. Bax bu düsturla rahat şəkildə bu məsələləri həll edə bilərsiniz. Burada deməli balaca H cismin yerdən olan hündürlüyü, H isə böyük H isə maksimal qalxma hündürlüyüdür. Deməli biz bu hərəkət şaquli yuxarı atılmış hərəkət olduğundan biz maksimal hündürlüyü tapa bilərik ki, şaquli yuxarı atılmış hərəkətdə maksimal qalxma hündürlüyü V0 kvadratı bölünsün 2J düsturu ilə təyin olunur. Buradan da H maksimumuz bərabərdir. Başlanğıc sürət 60 kvadratı 3600'dür bölünsün 20. Buradan nə alırıq biz? 180 metr alırıq. Deməli bizə də deyir ki, kinetik enerjisi potensial enerjisindən 4 dəfə çoxdur. Deməli kinetik enerjisi potensial enerjisindən 4 dəfə çoxdur. Bizdən hansı hündürlükdə deyir? Yəni bizdən balaca H-ı soruşur. Gətirib qiymətləri yerinə yaza bilərik, əvəzləməni apara bilərik. Burada mən kinetik enerjinin yerinə 4Y potensial yazıram. Bölünsün Y potensial bərabərdir. Böyük H-ımız 180'dir. Bölünsün kiçik H çıxılsın 1. Deməli bununla bu ixtisar gedir. Burada alıram ki 4 bərabərdir. 180 bölünsün H çıxılsın 1. Minus 1'i sola keçsəm plus 1 olar. Yəni 180 bölünsün H buradan bərabər olacaq 5'e. Buradan da 5H bərabərdir 180'a. H da buradan bərabər olacaqdır 36 metrə. Doğru cavabımız Y variantı. 20 nömrəli sual. 500 qram kütləli sərbəst düşən, fikir verirsə sərbəst düşən deyir. Cismin potensial enerjisinin zamanı asılı qrafiki verilib. Cisim yerə dəyən anda kinetik enerjisini hesablayın. Deməli bizə kütləni verib ki bu 500 qramdır. Kiloqrama çevirsəm bu olacaq 0.5 kiloqram. Deməli sərbəst düşən deyir bunun başlanğıc sürəti 0'a bərabərdir. Əgər mən cismin yerə dəyən anda kinetik enerjisini tapmaq istəyirəmsə cismin yerə dəyən anda sürətini bilməliyəm. Deməli bu 2 saniyə fikir verirsinizsə sərbəst düşür.
Çünki potensial enerjisi azalır və 0 olur. Nə vaxt 0 olar? Yerdə. Deməli, bu cisim müəyyən bir h hündürlüyündən 2 saniyəyə düşür. Onda V bərabərdir V0 üstə gəlsin gt yazarıq. Sərbəst düşmə hərəkəti olduğuna görə V0 0-dır. Deməli, bu cismin yerə dayananda sürəti V bərabərdir gt olacaq. G-nin qiyməti 10, 2 saniyədə düşür. Cismin deməli yerə dayananda sürəti 20 metr/saniyə bərabərdir. Gətirib yerinə yazaram. Kütləmiz deməli 0,5 oldu. Vurulsun sürət 20 kvadratı 400'dür. Bölünsün buradan 2'yə. 0,5'i 400'ə vuranda 200, onu da 2'yə böləndə olacaq 100 joule. Doğru cavabımız A variantı. Sonra 21 nömrəli sualda bizə nə deyir? Deyir ki, cismin kinetik enerjisinin zamandan asılı qrafiki parabola verilib. Hansı qrafik bu cismin impulsunun proyeksiyasının zamandan asıllığını düzgün təsvir edir? Fikir verirsinizsə, deməli bu birinci necə hərəkət edir? Deməli kinetik enerji azalırsa yavaşlayan hərəkət edir və sonra kinetik enerji 0 olur. Daha sonra isə başlayır yeyinləşən hərəkət etməyə. Deməli biz axtarırıq ki, birinci yavaşsın, sonra yeyinləşsin. Belə də variant harda var? Y variantında var. Yəni birinci yavaşlayır, sonra isə yeyinləşən hərəkət. 22 nömrəli sual. Şaquli istiqamətdə yuxarı atılan cisim 8 saniyədən sonra yerə düşür. Cismin kütləsi 4 kiloqram olarsa, atılan anda kinetik enerjisi maksimal hündürlükdəki kinetik enerjisindən nə qədər çoxdur? Deməli, müəllimlər, biz bir cismi şaquli olaraq yuxarı atmışıq və 8 saniyədən sonra yerə düşüb. Bax, belə düşünək. Elə ki, mən bir cismi götürürəm, müəyyən bir V0 sürətlə şaquli yuxarı atıram. Bu cisim qalxır maksimal hündürlüyə, sonra da gəlir aşağı. Deyir, cəmi 8 saniyə zaman keçir. Deməli, bu 8 saniyə bunun nə idi? 8 saniyə bunun uçuş müddətidir. Onda şaquli yuxarı atılmış hərəkətdə uçuş müddətinin düsturu 2V0 bölünsün J'dir. Buradan da 2 vurulsun, başlanğıc sürətimiz bilmirik. Gəlin qiymətləri də yerinə yazaq. Buradan V0'ı təyin eləyək biz. Buradan V0 bərabər olacaqdır. J, T bölünsün 2. J 10'dur, uçuş müddəti 8'dir, bölürəm 2'yə. Deməli, bu cismin başlanğıc sürəti 40 metr/saniyəyə bərabərdir. Onda mən bu cismin deməli nə edə bilərəm? Başlanğıc atılan anda kinetik enerjisini təyin edə bilərəm. Çünki bu cismin atılan anda kinetik enerjisi, yəni başlanğıc kinetik enerjisi mv0 kvadratı bölünsün 2'yə bərabərdir. Kütlə 4'dür, başlanğıc sürəti 40 tapdı, kvadratı 1600'dür, bölünsün 2. Buradan nə alırıq? 3200, yəni 3,2 kilojoule alıram. İndi bir də maksimal hündürlükdə kinetik enerjisi. Maksimal hündürlükdə sürət 0'dır və kinetik enerjisi də 0'dır. Onda bizə deyir ki, atılan andakı kinetik enerjisi maksimal hündürlükdə kinetik enerjisindən nə qədər çoxdur? Gördüyümüz kimi 3,2 kilojoule çoxdur. Deməli, doğru cavab A variantı. 23 nömrəli sual. Şaquli yuxarı atılmış cismin kinetik enerjisinin zamandan asılı qrafiki təsvir edilib. Cismin kütləsini hesablayın. Deməli, gördüyümüz kimi bu cismin deməli nəyi var? Kinetik enerjisi var. Başlanğıc kinetik enerjisi var. Nə qədərdir? 200 joule'dur. Deməli, mən başlanğıc kinetik enerjiyə yaza bilərəm ki, mv0 kvadratı bölünsün 2. Deməli, mən buradan cismin kütləsini tapmaq üçün yazıram ki, 2yk0 bölünsün v0 kvadrat. Deməli, mənim kütləni tapmaq üçün əlavə olaraq başlanğıc sürətə də ehtiyacım var. Fikir verirsinizsə, 1 saniyənin sonunda bunun kinetik enerjisi 0 olub. Kinetik enerji nə vaxt 0 olar? Maksimal hündürlükdə. Deməli, bu kinetik enerjinin 0 olduğu nöqtəyə uyğun zaman anı nəyə uyğundur? Qalxma müddətinə uyğundur. Qalxma müddəti də şaquli yuxarı atılmış hərəkətdə V0 bölünsün J ilə tapılır. Biz də buradan başlanğıc sürəti təyin etsək olacaqdır J, T qalxma. J-nin qiyməti 10, qalxma müddəti 1'dir. Deməli, başlanğıc sürət 10 metr/saniyəyə bərabərdir. Gətirib yerinə yazaram. 2 vurulsun. Başlanğıc kinetik enerjisi 200'dür, bölünsün
V010 kvadratı 100'dür. Bunlar ixtisar gedir. Deməli, cismin kütləsi 4 kiloqrama bərabərdir. Doğru cavabımız D variantı. 24 nömrəli sual. Yer səthindən şaquli yuxarı atılmış 200 qram kütləli cismin potensial enerjisinin zamanın asılılıq qrafiki verilib, cismin maksimal qalxma hündürlüyündə potensial enerjisini hesabla. Deməli, mən maksimal hündürlükdə bilirik ki, maksimal hündürlükdə potensial enerjidə maksimal olar. Deməli, maksimal hündürlükdə potensial enerjini tapmaq üçün yazmalıyam mgh max. Düzdürmü? Deməli, M-i bilirəm, J-ni bilirəm. Nəyə ehtiyacım var? Maksimal qalxma hündürlüyünə ehtiyacım var. Bu da şaquli yuxarı atılmış hərəkət olduğundan, şaquli yuxarı atılmış hərəkətdə mən maksimal qalxma hündürlüyünü J T qalxmanın kvadratı bölünsün 2 düstur ilə təyin edə bilərəm. Fikir verirsinizsə, 3 saniyə sonra potensial enerji olubdur maksimal. Deməli, potensial enerji nə vaxt maksimal olar? Maksimal hündürlükdə. Deməli, bu 3 saniyə uyğun qiymət, yəni 3 saniyə uyğun zaman anda cisim maksimal hündürlükdədir. Onda bu 3 saniyə nəyə uyğun gələcək? Qalxma müddətinə uyğun gələcək. Gətirib yerinə yazıram. J vurulsun, J 10 vurulsun, qalxma müddəti 3 kvadratı 9 bölünsün 2. Alıram maksimal qalxma hündürlüyünü 45 metr. Gətirib burada yerinə yazsam, Y potensial max bərabərdir. M-in qiyməti 200 qramı kiloqrama çevirsəm 0.2 vurulsun J10, H max da 45. Buradan nə alırıq? 90 joule alırıq. Doğru cavabımız C variantı. Və nəhayət 25 nömrəli suala çatdıq. Cisim şaquli olaraq yuxarı atılıb 4 metr hündürlükdə. Deməli, H-ımız, balaca H-ımız 4 metrdir. Potensial enerjisi kinetik enerjisidən 4 dəfə çoxdur. Y potensial bərabərdir 4Y kinetikə. Bizə deyir ki, maksimal qalxma hündürlüyünü təyin et. Bayaqki düsturdan istifadə edə bilərik. Demişdim ki, kinetik enerjinin potensial enerjiyə nisbəti bərabərdir. Böyük H bölünsün, kiçik H çıxılsın 1-dir. Yerinə yazaq. Deməli, Y kinetik yerində qalsın. Y potensialın yerinə 4Y kinetik yazıram. Bərabərdir. Böyük H bölünsün, kiçik H çıxılsın 1. Deməli, buradan Y kinetiklər ixtisar gedir. Alıram ki, deməli, 4də 1 bərabərdir. Böyük H bölünsün, kiçik H çıxılsın 1-ə. Buradan da böyük H bölünsün, kiçik H bərabər olur. 1 üstə gəl 4də 1. 1 tam 4də 1, yəni 4də 5-ə. Buradan da onda böyük H bölünsün, kiçik H 4-ə bərabər idi. 5 bölünsün 4. Buradan 4də ixtisar gedir. Böyük H-ımız 5 metrə bərabər olacaqdır. Deməli, doğru cavabımız A variantı. Belə əziz müəllimlər, mövzu 8-i izahını bitirdim. Ümidvaram ki, sizlər üçün əhəmiyyətli olmuş olar. Bacardığım qədər ətraflı izah eləməyə çalışdım. Ümidvaram ki, sizlər üçün qaranlıq qalan bir şey olmaz. Belə əziz müəllimlər, növbəti videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.